Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılması nəzərdə tutulub. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Ayrılan vəsait Naxçıvanın infrastruktur bazasını möhkəmləndirəcək, məşğulluğu artıracaq, əhalinin həyat səviyyəsini yüksəldəcək və Muxtar Respublikanın ölkənin ümumi inkişafına töhfəsini daha da gücləndirəcək. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dövlət başçısının son sərəncamı Naxçıvanın sosial-iqtisadi inkişafına dəstək olacaq. Deputat vurğulayıb ki, Naxçıvanın iqtisadi və sosial baxımından inkişafı ölkədə həyata keçirilən siyasətin hər zaman prioritet istiqamətlərindən olub. 420 kilometr uzunluğunda kəndlər arası, şəhər və kənd yolları əsaslı təmir ediləcək. Bu, 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edir. Cənab Prezidentin Naxçıvana səfəri zamanı həm yeni təməl qoymaların həyata keçirilməsi və eyni zamanda bir sıra obyektlərin açılışı, Naxçıvanda görülən işlərlə tanışlıq ona xəbər verdi ki, bütövlükdə digər bölgələrimiz kimi həm də Naxçıvanın inkişafı da dövlət başçımızın xüsusi diqqətindədir. Bu sərəncam təbii ki, Naxçıvana olan diqqət və qayğının bir daha təzahürüdür. Çünki burada yalnız iqtisadi məsələlər deyil, həm də sosial istiqamətdə, infrastruktur, nəqliyyat istiqamətində Naxçıvana dəstəyin artırılması nəzərdə tutulur. Bu, Naxçıvanın inkişafını stimullaşdırmaq yanaşı, həm də Naxçıvanda yaşayan vətəndaşlarımızın sosial təminatını daha da gücləndirəcək. Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanası, Muxtar Respublikada ümumilikdə 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsi tikiləcək. 161 yaşayış binası və istilik qazanxanaları əsaslı təmir ediləcək. Bu, minlərlə ailənin mənzil şəraitinin və kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsi deməkdir. Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbul şəhərlərində ümumilikdə 2164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində cəmi 3087 mənzilli 70 yaşayış binasınınsa yalnız fasad hissəsinin əsaslı təmiri üçün müvafiq icra hakimiyyətlərinə 15 milyon manat ayrılır. Digər tərəfdən Naxçıvanda bu ildən etibarən geniş vergi güzəştləri paketinin tətbiqinə başlanılması da iqtisadi fəallığın artırılması üçün əlavə imkanlar yaradır. Güzəştlərin növbəti 10 il ərzində tətbiq olunması nəzərdə tutulur. Xüsusən nəzərə alsaq ki, bu ildən etibarən Naxçıvanda böyük vergi güzəştləri paketi tətbiq olunmağa başlanıb və növbəti 10 ildə bu paketdən istifadə olunacaq və bütün bunlar fonunda yeni sərəncamın verilməsi də birmənalı şəkildə Naxçıvanın sosial-iqtisadi inkişafını sürətləndirəcək. Muxtar Respublikada yaşayan vətəndaşlarımızın sosial təminatını daha da gücləndirəcək. Eyni zamanda həm də infrastruktur inkişafı baxımından Naxçıvan üçün yeni imkanlar yaradacaq. Nəqliyyat Parkının yenilənməsi məqsədi ilə ilkin mərhələdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53 milyon manat, Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində ümumilikdə 122 yaşayış binasının 5335 mənzilinə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq icra hakimiyyətlərinə 9 milyon manat ayrılıb. Gözlənti ondan ibarətdir ki, bu tədbirlər həm yeni layihələrin icrasını sürətləndirəcək, həm də Naxçıvanda sosial rifahın və iqtisadi fəallığın daha da artmasına şərait yaradacaq. Bütün bunlarsa Naxçıvanın davamlı inkişafı üçün yeni mərhələnin əsasını formalaşdırır. Şəhla Poladova, Xəzər xəbər.